Salam əziz investorlar. Sizinlə Layihə Guru Markets şirkət haqqında ümumi məlumatdan başlayaq. Lazım gələrsə fasilə verə bilərsiniz. Sözü gedən təşkilatın bütün göstəricilərini diqqətlə öyrənə bilərsiniz. Korporasiyanın cari fəaliyyətinə baxacağıq. Intuit Inc. Ticker ONTW. Bu icmal 27 may 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Intuit Inc. alt kateqoriyaya aiddir. Software Accounting təhlildə 13 şirkət iştirak edir ki, bu da az çox təmsil edir. Şirkət üçün ümumi xal 10 baldan 3 bal. Alt kateqoriya üzrə orta xal 3 baldır. Geniş şəkildə baxsanız, bütövlükdə ABŞ birjası çərçivəsində. Bütövlükdə birja üzrə orta nəticənin 1,9 bal olduğunu görürük. 3 xal hesabına qarşı Intuit Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etmək Intuit Inc. və alt kateqoriyalı paylaşımlar. 12 aydır hissləri görə bilərik Intuit Inc. 7,8% dinamika nümayiş etdirib. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %15,4. Şirkətin bazar kapitallaşması Intuit Inc. 200,87 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması 386 milyard dollardır. Şirkətin balans dəyəri 20,11 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 34 milyard dollardır. Bazar və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Intuit Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 52,56% təşkil edir. Balans dəyəri 58,425% təşkil edir. Alt kateqoriyada təşkilatın bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Təhlil olunan təşkilatın maliyyə öhdəlikləri 7,4 milyard dollar təşkil edir. Balans dəyərinə olan borc şirkətin kapitalının 35%-ni təşkil edir. Şirkətin borc göstəricisi yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 57,9-dur. 44-cü alt kateqoriyada orta. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi pis mənfi 1 bal. Son 12 ayda mənfəət 3,468 milyon dollar olub. Növbəti 12 ay üçün forward mənfəəti şərti olaraq 6,399 milyon dollar olaraq qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 11 idir. Alt kateqoriya üçün orta qiymət 7,6-dır. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Son 12 ayda gəlir 18,18 milyard dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 26,51 milyard dollar olacağı gözlənilir. Gözlənilən gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 19,1%, alt kateqoriya üzrə orta göstərici isə 17,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin fəaliyyəti ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. İşçilərin sayına görə alt kateqoriyada şirkətin payı 5,981% təşkil edir. Bu, bazar kapitallaşma payından 770% azdır.
Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği 10,685 min dollardır. Alt kateqoriyada isə 1228 min dollardır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının həcminin qiymətləndirilməsi. Keçərli 0 bal. Bir işçiyə düşən mənfəət 184,5 min dollardır. Alt kateqoriya üzrə orta qiymət 27,9 min dollardır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 967,000 dollardır. Alt kateqoriyada 162 min dollar. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bir işçi reytinqi üzrə gəlir. Yaxşı 0,5 bal. Qısaldılmış səhmlərin sayı %2, alt kateqoriya üzrə orta göstərici ilə müqayisədə %1,4 təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %76 səviyyəsini göstərir. Intuit Inc. Alt kateqoriyada isə bu səviyyə 71%dir. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən 720 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 788 dollardır. Gəlin sifariş cədvəlinə keçək, o, hamı üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində qiymətləndirmə məlumat sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş bütün qərarlar var. Güruh, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Təhlilə əsaslanır. Intuit Inc. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi güruh, Markets qərar qəbul edilib. Sifariş açmayın, çünki bu video icmaldır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Güruh, Markets. Siz həqiqətən də dünyanın ən gözəl tamaşaçısınız.